Qardaş soruşur burada, yəni qadın iqamə verməlidirmi? Yəni namaz qılırsa, iqamə verirmi? Və cavab odur ki, əgər evində qılırsa, iqamə verib namaz qıla bilər. Əgər iqamə verməyib namaz qılarsa, burada heç bir problem yoxdur. Niyə? Çünki iqamə vacib olur kişilər cəmaatla namaz qılarsa. Yəni, əgər kişilər cəmaatla namaz qılırlarsa, bu zaman iqamə verilməlidir. Amma bir insan cəmaatla deyil, yəni tək namaz qılırsa, ona iqamə vacib olmur. Lakin iqamə verilib, yəni iqamə verib namaz qılsa, bu əfsəldir. Amma verməyib qılsa, heç bir problemi yoxdur. Həmçində qadın. Yəni, qadın iqamə verib namaz qıla bilər. Necə ki, bunu Cabir radiyallahu anhu, həmçinin tabinlərdən Mücahid, həmçinin Ata rahiməhullah, böyük tabinlərdən olub, həmçinin İmam Əvzai rahiməhullah deyib ki, qadın iqamə verib namaz qıla bilər. Həmçinin İmam Şafi rahiməhullah deyirdi ki, azan verib, hətta azan verib, sonra iqamə verib, namaz qılsa heç bir problem yoxdur qadın üçün. Və bu sualın cavabıdır, Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.